Baxın, fəlsəfə. Bəs fəlsəfənin özəyində nə durur? Elmin özəyində fəlsəfə durur. Ədəbiyyatın özəyində fəlsəfə durur. Dinin özəyində fəlsəfə durur. Yəni fəlsəfə əslində insanlığın elə bir növ özəyində durur. Fəlsəfədən o tərəfəsi yoxdur. Bu mənim görüşümdür. Ola bilər ki, məndən daha çox oxumuş, məndən daha çox araşdırmış biriləri başqa fikir də səsləndirə bilərlər. Mənim görüşüm belədir ki, fəlsəfə hər şeyin təməlində durur. Və fəlsəfədən yola çıxaraq biz məsələn elm yaratmışıq. Fəlsəfədən yola çıxaraq bir din yaratmışıq, başlamışıq ona inanmağa. Fəlsəfədən yola çıxaraq biz bir ədəbiyyat yaratmışıq. Yəni fəlsəfə nədir? Məsələn biz elmdə deyirik ki, bir tədqiqat aparılanda tədqiqatın kökündə hipotezlər dayanır. Yəni fərziyyələr. Həmin o fərziyyə, həmin o fəlsəfədir. Yəni biz əvvəlcə düşünməliyik ki, misal deyək ki, mən doktorantura dissertasiyamı yazmışam Azərbaycanda jurnalistikanın rəqəmsallaşması və siyasi iştirakla bağlı. Məsələn, mən bir fərziyyə irəli sürdüm ki, Azərbaycanda siyasi iştirak zəifdir. Və yaxud bir fərziyyə irəli sürdüm ki, Azərbaycanda rəqəmsallaşma sürətli gedir, amma Azərbaycanda rəqəmsallaşma yaxşı deyil. Hazırki vəziyyəti yaxşı deyil. Yəni sürət başqa bir şeydir, amma hazırki vəziyyəti başqa bir şeydir. Məsələn, bunlar fərziyyədir. Bu bir növ fəlsəfədir. Bunun kökündə bir fəlsəfə dayanır. Mən fikri irəli sürürəm. Sonra elm mənə deyir ki, yaxşı Qoşqar müəllim, sən belə bir fərziyyə irəli sürürsən, amma gəl bunu mənə sübut elə. Yəni sən nəyə əsasən deyirsən ki, Azərbaycanda siyasi iştirak zəifdir, məsələn. Bununla bağlı artıq sən metodlardan, tədqiqat metodlarından, yəni elmi vasitələrdən istifadə edərək bu anlayışları dəqiqləşdirməlisən, sübut eləməlisən.